Değerli dövlət qulluğuna və magistrə hazırlaşanlar, bugünkü sual izahımızda gəlin belə bir bulut sualına baxaq. Bizdən A-nı və B-ni soruşur. A-yımız burada, B-yimiz də burada. Bəs bunları necə həll edirik? A-yı almaq üçün 15-dən yola çıxmalıyam, düzdürmü? 15 ilə A-nın arasında belə bir fiqur var. Mən belə bir fiquru başqa yerdə axtarıram. 4 ilə 6-nın arasındakı həmin fiqurdan 4-dən 6-nı necə almışamsa, 15-dən də A-nı elə alacağam. Deməli, bunun işi nədir? Baxıram, bucaqların sayı, kənardakı fiqurun bucaqlarının sayı 8, içəridəkinin isə 6-dır. 8-dən 6-nı çıxıb, edib 2. 4-ün üzərinə həmin 2-ni gəlibdir. Onda isə bura qayıdıram. Kənardakı 8, içəridəki 5. 8-dən 5-i çıxsam 3, 15-in üzərinə o 3-ü gəlsəm, A-yım edər 18. Yazıram buradan. A bərabərdir 18. Bəs B? B-miz nəyə bərabərdir? B-yə baxdıqda 12 ilə B arasında bir də üçlü bir fiqura baxaq. Fikir versəniz, bu həmin fiqur 15 ilə 5-in arasında var. Yəni, dairədən yola çıxıb həmin fiqur deyirik. 15-dən 5-i necə alıb? İçəridəki fiqur 7 bucaqlıdır, ortancıl fiqur. Ən içəridəki fiqur isə 4 bucaqlıdır. 7-dən 4-ü çıxır, edir 3. Dairənin işi bölməkdir. 15 də 3-ə bölüb 5 rəqəmini alır. Onda isə 12-dən B-yi necə alaram? Ortadakı 6, içəridəki 4. 6-dan 4-ü çıxsam, edər 2. Dairənin işi bölmək deyildi. 12-ni də 2-yə bölsəm alaram 6. B-yi də 6 tapdımsa, A-nı B-yə böləndə, yəni 18-i 6-ya böləndə 3 cavabını almış olaram.